Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura hər bir səfəri tərəddüdsüz deyə bilərik ki, bölgəyə yeni nəfəs gətirir. Bu dəfə də istisna deyil. Açılışı olan və təməli qoyulan böyük infrastruktur layihələri, yeni iş yerləri və öz doğma yurd yuvalarına qayıdan keçmiş məcburi köçkünlər. Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi böyük qayıdışın növbəti məntəqəsidir. Ümumilikdə birinci mərhələdə 30 ailə, 115 nəfər olmaqla artıq öz evinə qayıdıb. 1960-cı illərdə vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxararaq Xankəndi şəhərini birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. Məsələn, fərdi evlərdən biri. Qonaq gözləmirdilər, amma görək necə qarşılayacaqlar. Salam, sabahınız xeyir olsun. Siz də xoş gəlmişsiniz. Təbrik edirik. Çox sağ olun. Gözünüz aydın. Köməyinizdə olsun. Necəsiniz? Necə hiss edirsiniz Çox sağ olun. Allah canınızı sağ eləsin. Gözəl bir günə biz çox sevinirik. Belə bir həyat yaşamaq bizə Allah qismət elədi. Mən iki qardaşım şəhiddir. Mən şəhid ailəsiyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz prezidentimizdən çox razıyıq. Allah ona can sağlığı versin ki, bizə bu günü yaşatdı. Sabahınız xeyir olsun. Gözünüz aydın. Allah köməyiniz olsun. Təbrik edirik. Allah prezidentimizi qorusun. Allah ömür versin ona. Allah şəhidlərimizə rəhmət eləsin. Çox əzab-əziyyət çəkdik. Bugünkü günlərimizə yaşadan prezidentimizə Allah onun ömrünü uzun etsin. Belə iş hələ tarixdə görülmüyor. Eviniz budur da? Bəli, evimiz budur. Min şükür. Baxmısınız evə? Bəli. Gəlin gedən sizə baxın. Bir çay çayır. İstəyərdik, baxardıq. Bu sizin kəndinizdə ağır döyüşlər olub həmin. Bəs elə bəs şükür böyük günə. Bəs bunun hamısında iştirakçısıyam, şahidiyəm nəyə qədər alınca. Bizim kəndi 34 dənə şəhidi var müəllim. Əsas döyüşlər bu Bəli, bəli, bax deyək. dağlarda, bu təpələrdə olub. Deyək o təpə var, bax Öküzçon deyirik ora. Orayla bu dağın arxasında da bir dənə Hacır deyilən yer var müəllim. Bax orayla atışmışıq. Oradan da körpələrlə, o dağlarla getmişik Şuşuya. İndi bugünkü günə şükür. Şükür, gözünüz aydın. Hamımızın gözümüz aydın, hamımızın. Xurma ağaclarınız da var deyəsən. Hələ yetişməyib, amma Dədə babadan da elə bizim qapımız həmişə açıq olubdu. Laçına köşk edən də, gələn də. İndi də elə bu qapı həmişə dövlətimiz üzrə açıqdır. Sözlü. əslində meyvələri kiçikdir, yetişib deyəsən. O xilli təlim alır. O xilli də xələ yox. Daha bir hazır, səliqəli ev. Baxaq, ev sakinləri də yerləşibmi? Biz daxil olmayaq. Hələ burada sizin təəssüratlarınızı öyrənək. Nənə oradadır, keçməliyik. Keçməliyik. Təbrik edirik nənə. Gözünüz aydın. Hoş gəlmişsən. Xoş gördük. Necəsiz? Sənin sağlığın. Sağ olun. Neçə yaşda çıxmışdınız buradan? Kəndinizə qayıtmısınız? Hansı hisslər keçirirsiniz? Mən 50 yaşında kənddən çıxmışam. Burada da 80 yaşım var. Gözünüz aydın. İndi çox sevinirəm ki, prezident bizi öz vətənimizə qayıdıb.
26 yaşında oğlum ölüb. Onun qəbrin 33 ildir gəlmirəm. Sağ ol başına dönüm. İndi sağ olsun bizim prezident. Çox sağ olsun. Təbrik edirik sizdə. Necədir evin şəraiti? Çox gözəl, hər şey çox gözəldir. Çox gözəldir vətənə qayıtmaq. 15 yaşımda çıxmışam burada. 48 yaşında vətənimə qayıtmışam. Hər şey çox gözəldir. Hoş gəlmişsən, hoş gəlmişsən. Hoş gəlmişsən, hoş gəlmişsən. Sağlığın başına dönüm. Sən Allah saxlasın. Sağ ol. Sən ki Azərbaycan millətin öz vətəninə gəldin. Çox sağ ol. Sağ ol. İndi necə yaşayırsınız burada? Rahat yaşayırsınız? Rahat, qəşəng. Allah sağ dəyməsin. Dünya durdursan durdurmaz. Sağ ol. Valla neçə aydır? 13 günlük 13 günlük. Bəli. Maşallah. Kərkicahanın ilk hökmünün balası. Bəli. Buradan gözəl bir mənzərə açılır Kərkicahan qəsəbəsinə, eləcə də Xankəndinə. Bu da arxada isə Kərkicahan qəsəbəsinin yüksəkliyində isə belə bir abidə qondarıblar. Güya qədim Ermənistanı, böyük Ermənistanı özündə ehtiva eləyir, onun hansısa tarixi elementlərini. Saxta tarix mifi. Hər daşa, hər bölgəmizə işğal etdikləri ərazilərə oturmağa çalışıblar. Uydurduqları tarixin izlərini. Qalib Azərbaycan əskəri Xankəndini, o cümlədən Kərkicahanı işğaldan azad edərkən öz izlərini həm də bu cür qoyub. Prezident İlham Əliyev bir qədər sonra Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbinin açılışında iştirak edəcək. Bu məktəbdə Kərkicahanlı məktəblilərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılıb. Kimya kabineti. Bütün cihazlarla, avadanlıqlarla təhsis olunub. Məktəbdən həm də Kərkicahan qəsəbəsinə gözəl bir mənzərə açılır. Fizika kabineti. Şagirdlərin burada fiziki qanunları öyrənməsi üçün hər cür imkanı var. Qalır öyrənmək istəyi. Məktəbin qarşısında həm də böyük futbol meydançası yaradılıb. Meydança qəsəbədə müxtəlif idman yarışlarına ev sahibliyi etməyə də imkan yaradacaq. Və təbii örtüklü futbol meydançasıdır bu. Ya bir də. Kərkicahan qəsəbəsində 1 nömrəli tam orta məktəb 624 şagird üçün nəzərdə tutulub. Bu məktəbdə bütün laboratoriyalar, kimya, biologiya, fizika, informasiya laboratoriyaları, müvafiq sinif otaqları, idman dərslər və tərbiyəsi dərsləri üçün müvafiq deməli şərait təşkil edilib, təmin edilib və artıq Kərkicahan qəsəbəsinə köçmüş sakinlər, o cümlədən Xankəndi şəhərində yaşayan digər məktəblilər üçün istifadəyə tam yararlıdır və növbəti
deməli, təqvim ilindən 2026-cı ildən, yəni bu tədris ilinin ikinci yarısından fəaliyyətə başlayacaq. İnanırıq ki, şagirdlərimiz üçün yeni bir, belə deyək, yeni olan bu məktəbdə ən yüksək nailiyyətlər əldə edəcəklər. Təşəkkür ederim. Sağ olun, minnətdarım. Bu arasında üstüdür yaxşı. Mikrofon. Hə, sizin mikrofonunuzu yoxsun, sonra Mənə lazımdır daha çox. Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilir. Prezident İlham Əliyev görülmüş işlərlə yerindəcə tanış olacaq. Şübhəsiz bugün Kərkicahanlılar üçün unudulmaz gün olacaq. Öz doğma evlərinə, yurt yuvalarına qayıdışı bu qələbənin və qayıdışın müəllifi ilə, Prezident İlham Əliyevlə birgə yaşayırlar. Böyük qayıdış proqramı bugün dünya miqyasında ən uğurlu icra edilən qayıdış proqramı. Siz isə uzun illər çətin şəraitdə həm fiziki, həm mənəvi əzablar içində yaşamışsınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlik. Allah sizin halkınız üçün. Bir də təbrik edirəm. Xankəndi indi həm də tələbə şəhəridir. Qarabağ Universiteti fəaliyyətini genişləndirdikcə və hər il yeni tələbələri qəbul etdikcə bu status bir qədər də möhkəmlənəcək. Bugün təməli qoyulan Mühəndislik Fakültəsinin binası Qarabağ Universitetinin infrastrukturunu bir qədər də yaxşılaşdıracaq. Fakültədə 7 ixtisasda 314 tələbə təhsil alır. Gələcəkdə ixtisasların da, deməli, tələbələrin də sayı artacaq. Yeni istifadəyə verilən Biznes və İqtisadiyyat Fakültəsinin binası ən müasir standartlara cavab verir. Fakültədə ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas üzrə təhsil alır. Fakültənin kitabxanasında tələbələr öz notebooklarını yerləşdirərək işləyə bilərlər. Təbii ki, oxu zalında kitablardan yararlana bilərlər. Eyni zamanda burada yaradılmış qrup otaqlarında
komanda işi təşkil oluna bilər. İqtisadçılar yalnız iqtisad elmləri ilə maraqlanmamalıdır, həm də bölgənin tarixini, ölkəmizin tarixini yaxşı bilməlidirlər. Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin kitabxanası bu baxımdan onlara kömək edəcək. Qeyd edək ki, Prezident İlham Əliyev 2024-25-ci illər ərzində Qarabağ Universitetində görülən işlərlə tanış olub, universitetin tələbə yataqxanasının, klinika binasının, tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılış mərasimlərində iştirak edib. Hazırda Qarabağ Universitetində 27 ixtisas üzrə 6 fakültədə 2154 tələbə təhsil alır. Şahin müəllim, yəqin bugün təkcə Qarabağ Universiteti üçün yox, ümumilikdə Xankəndi üçün, Azərbaycan təhsili üçün tarixi əlamətlər bir gündür. Qarabağ Universitetinin genişlənməsinə şahidlik edirik, yeni fakültə qoşulur ansambla. Bu fakültənin tələbələrin təhsil həyatına təsiri nədən ibarət olacaq? Bugün Biznes və İqtisadiyyat Fakültəsinin yeni bir tədris binasının istifadəsinə verilməsini müşahidə edirik. Hər birimiz çox sevincliyik və qarşımıza qoyulmuş hədəflərə uyğun olaraq ən müasir akademik məzmunun yaradılması, yeni dövrün biznes və iqtisadiyyat profilli mütəxəssislərin hazırlanmasına imkan verəcək çox müasir bir tədris binasının, inzibati binanın açılışını etdik. Düşünürük ki, bu universitetdə yaradılmış bu imkanlar bizə imkan verəcək ki, həm kadr potensialımız baxımından, həm inzibati tədris resurslarımız baxımından ən müasir təhsil verə bilək. Universitetdə tələbələrin dərs vaxtı dərslərlə məşğul olması üçün, dərsdən kənar fəaliyyətləri üçün, müxtəlif innovativ fəaliyyətləri üçün bütün imkanlar mövcuddur. İnzibati və akademik personal üçün kifayət qədər geniş imkanlar yaradılmışdır. Universitetimizin professor müəllim heyətinin yaxşı dərs verməsi, müasir tədqiqatlar aparması və tələbələrlə ən səmərəli işi qurması üçün bütün imkanları mövcud olan bir tədris korpusumuzun açılışını etdik. Kamran, cəsarətli qərar qəbul eləmisiniz deyə bilərik. Çünki Britaniyada təhsil almısınız və Britaniyada əmək fəaliyyətinə başlamısınız və birdən-birə Azərbaycanda bölgəyə üst tutmusunuz iş fəaliyyətini davam etdirmək üçün. Artıq Qarabağ Universitetində çalışırsınız. Bu hekayənin arxasında nə dayanırdı? 15 il ərzində Qərb universitetlərində əldə etdiyim təcrübəni həm akademik, həm tədqiqat, həm də təzə innovativ pedaqoji əldə etdiyim nəticələrimi istədim ki, qaydam Qarabağ Universitetində İqtisadiyyat və Biznes Fakültəsinin inkişafında öz töhfəmi verim və həqiqətən mənim üçün çox sevinclidir ki, mən 3 aydır fəaliyyətə başlayıram və bu qısa zamanda bizim üçün çox möhtəşəm bir bina tikilib və mən deyərdim ki, bu Biznes İqtisadiyyatının yeni açılmış bu binası Qərb universitetlərinin dəki biznes fakültələrindən də heç geri qalmır, hətta onlardan da daha müasir səviyyədədir. Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən 110-35-10 kilovatlıq Xankəndi bir elektrik yarımstansiyası isə bölgənin elektrik enerjisi ilə dayanıqlı təchizatı baxımından mühüm rol oynayacaq. Xankəndi və ətraf ərazilərin ölkə enerji sisteminə qoşulması üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdən keçməklə 1,8 kilometri yeraltı kabel olan ümumilikdə 11 kilometrlik yüksək gərginlikli ötürmə xətti çəkilib. Bu yarımstansiya işğaldan azad edilmiş ərazilərdə 110 kilovatlıq gərginlik sinifi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır. Xocalıda qurulmuş ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin işə düşməsi isə həm yerli sahibkarlığın və istehsalın möhkəmlənməsi, həm də bölgədə iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir.
Müəssisənin məhsullarının 60%-i ixraca, 40%-i isə daxili bazara yönəldiləcək. İş yerlərinə gəldikdə isə artıq burada 80 nəfər işlə təmin edilib. Gələcəkdə isə onların sayının 450 nəfərə çatdırılması planlaşdırılır. Əsas sahəmiz ofis kresloları və aksesuarların istehsalıdır. Bizim buraxdığımız mexanizmlarımız MDB ölkələrində, yeganə Azərbaycanda ilk dəfə bu mexanizmların, aksesuarların istehsalı olunacaqdır. Bu məhsullar həm Azərbaycan bazarında, həm əsas da hədəfimiz ixrac etməkdir. Yəni MDB dövlətlərinə, Avropalara satışa çıxmaqdır. Ağdam Sənaye Parkında metal dirəklərinin istehsalı müəssisəsində əvvəlcə Prezident İlham Əliyevə sənaye zonaları və Ağdam Sənaye Parkı barədə məlumatlar təqdim ediləcək. Buradakı kompozisiyadan aydın olur ki, lövhədə, monitorda müəssisə barədə məlumatlar təqdim ediləcək. Yəqin ki, bu monitor vasitəsilə video görüntünü idarə etmək mümkündür. Eyni zamanda metal dirəklərin bu cür prototipi burada yaradılıb təqdim edilir. Burası istehsal sexidir yəqin ki. Daxil olaq. İstehsal sexi buradır da. Bura nəzərdə tutulur, daxil olması Cənab Prezidentin. İş prosesində təhlükəsizlik qaydalarına da riayət olması lazım. Salam aleyküm. Təbrik edirik. Xeyirli olsun. Bu bölgədə yaşayırsınız? Bəli. Ağdamda yaşayırsınız? Bəli. Sizdən misiniz? Ağdamlısınız yoxsa? Bəli. Zavodumuz əsas fəaliyyət istiqaməti yüksək gərginlikli elektrik xətlərinin konstruksiyalarının istehsalıdır. Adətən bu konstruksiyalar enerji, rabitə və dəmir yolu infrastrukturunda istifadə olunur. Çindən zavodumuzun istehsal xəttini və konstruksiyalarını ixal edib burada bu zavodu quraşdırmışıq. Ağdam Sənaye Parkının da rezidentləri artır. Sənaye Parkında yerləşən və açılışı olan metal elektrik dirəklərinin istehsalı müəssisəsində istehsal Çin texnologiyası üzərində qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. İnvestisiya həcmi 2,96 milyon manat olan müəssisədə 32 nəfərlik daimi iş yeri yaradılıb. Təmələ atılacaq kapsul var bunun içərisində. Kapsulun içərisində isə bu sözlər yazılacaq. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən Ağdam Sənaye Parkında Saloğlu Qarabağ Mebel istehsalı fabrikinin təməli qoyulmuşdur. Ağdam şəhəri 23 dekabr 2025-ci il. Təməli qoyduğumuz müəssisə mebel istehsalı, o cümlədən metal aksesuarları və məmulatları, yumuşaq panel istehsalından məşğul olacaq.
Təməl qoyma mərasimində fürsətdən istifadə edib şirkət öz məhsullarını da nümayiş etdirir. Təməli qoyulan Saloğlu Qarabağ MMC-nin istehsal müəssisəsində isə mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otaq dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə olunacaq. Zavodun istehsal gücü illik 4000 dəst mebel və 6000 ədəd metal mebel aksesuarı olacaq. Doğma Qarabağımızda ilk beynəlxalq brend ateli olaraq inşa olunub. Tam müasir standartları olaraq qonaqlarımıza 5 ulduzlu xidmət göstərməyə bu otel qadirdir. Otelin həm lüks otaqları, həm geniş standart otaqları, həm mətbəxlə təchizat olunan lüks otaqları mövcuddur. Eyni halda da sauna, masaj otaqları, qapalı hovuz və gözəl bir idman zalı mövcuddur. Cənab Prezidentin gəlməyinə, çatmağına çox qalmayıb, biz sizi saxlamayaq. Çox sağ olun, çox sağ olun. Səbirsizliklə gözləyirik. Həyəcanlısınız? Biraz. Biraz. Prezident İlham Əliyev əvvəlcə otelin açılışını simvolizə edən yaşıl lenti kəsdi. ...287 yerlik otel binasında müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var. Otel kompleksində 120 nəfər daimi işlə təmin olunub. Yeni otel Ağdam Dəmir Yolu və Avtovağzal kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir. Xankəndi şəhərinin əsas küçəsində bir zamanlar separatçılar Azərbaycan əleyhinə hədyanlar yağdırırdılar. İndi bu küçədə qələbəmizin və suverenliyimizin rəmzi olan Zəfər Parkı inşa edilib. Təsadüfü görünmür. Parkın girişindən Zəfər tağına doğru pilləkənlər düzülüb və bu pilləkənlərdəki lövhələrdə 44 günlük Vətən müharibəsinin hər gününün hadisələri əks olunub. Eləcə də işğaldan azad olunan kənd və şəhərlərimizin adları. Bilmirəm nə qədər aydın eşidilir, parkın ərazisində parkın ruhuna uyğun musiqilər səslənir. Məsələn, indi cənab leytenant. Zəfər Parkının təməli 19 fevral 2025-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulmuşdu. Bugün isə Ali Baş Komandan, dövlət başçısı parkın açılışında iştirak edir. Birinci xanım Mehriban Əliyeva ilə birlikdə. Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq rəmzi 44 metr təşkil edir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa edilib.
9-cu mərtəbədə isə Zəfər Qalereyası sərgi nümayiş zalı yaradılıb. Biraz vaxtımız var, amma çatmalıyıq daha Ağdama. Biz hazırda Ağdama tələsirik. Dövlət başçısı bir qədər sonra Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edəcək və sakinlərlə görüşəcək. Bugün açılışı olan Ağdam şəhəri 2-ci yaşayış məhəlləsinin təməli 2 may 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Bu daş abidə isə Azərbaycan xalqının sarsılmaz ruhunu, əzmkarlığını və tarixi yaddaşını təcəssüm etdirir. Ağdamlılar yeni ili 2 qat bayram sevinci ilə qarşılayırlar. Bu bayramı öz doğma evlərində, yurd yuvalarında keçirəcəklər. Balacalar da darıxmayacaqlar. Prezidentin xüsusi nümayəndəsi isə dövlət başçısının gəlişini və yəqin ki, təqdimatı gözləyir. Evimdən xoş gördük. Təbrik edirik sizi. Sağ olun, sağ olun. Şükür Allah, çox sağ olun. Nə təqdim edəcəksiniz burada? Ağdam şəhərinə ilk köç olur bugün. Çox əlamətdar bir hadisədir. 1268 mənzillik, 60 binadan ibarət ikinci yaşayış kompleksidir. Və burada artıq gördüyünüz kimi bütün infrastruktur tədbirləri həyata keçirilir. Bu kompleksin bir sıra özəllikləri var. Birinci ondan ibarətdir ki, həm yeraltı parklanma sahələri var, həm yerüstü dayanacaq sahələri var. Eyni zamanda mərkəzi istilik sistemi ilk dəfə Azərbaycanda sərfiyyat üzərindən sağaclanmış mərkəzi istilik sistemi fəaliyyət göstərəcək. Bu binalarda liftlər quraşdırılıb və bu liftlər Qarabağ musiqisi səsi, sədaları altında fəaliyyət göstərir. Ərazidə uşaqlar üçün əyləncə meydançaları fəaliyyət göstərir. 3 qazanxana kompleksi var. Eyni zamanda 2 transformator məntəqəsi, daxili məhəllə, daxili yolların uzunluğu 4.6 kilometr, 44-46 kilometr uzunluğunda elektrik rabitə xəttləri çəkilib. Yağış sularının idarə olunması, suvarma şəbəkəsi, kanalizasiya, bütün bu infrastruktur tədbirləri nəzərdə tutulub və inşallah xalqımız üçün, Ağdamlılar üçün xeyirli uğurlu olsun. Ağdamlılar üçün həm də ona görə əlamətlərdir ki, dövlət başçısı öz doğum günündə onların şəhərində açılışdadır. Bu bir daha Ağdama, ümumiyyətlə işğaldan olmuş ərazilərə möhtərəm cənab prezidentin qayğısını bir daha göstərir. Gözəl səslənir. Can Qarabağ. Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə də tanış olacaq. Yaşıl dünya ilə həmrəylik davam edir. Ağdam rayonunun 3 yaşayış kompleksində artıq Ağdamlılar məskunlaşıblar. Ağdam şəhərinə isə bugün ilk köç baş tutur. Prezident İlham Əliyev Ağdam şəhərinin 2-ci yaşayış kompleksinin açılışında iştirak edir.
İlham Əliyev öz ənənəsinə sadiqdir. Növbəti doğum gününü keçmiş məcburi köçkünlərlə, ağdamlarla birgə keçirir. Təkcə bu məhəllədə 60 çox mərtəbəli bina var. Bütün şərait yaradılıb, infrastruktur qurulub və burada rahat yaşamaq üçün bütün imkanlar var. Və təbii ki, Ağdam şəhərinin tam istədiyimiz kimi qurulması zaman tələb edir. Onu da hər kəs yaxşı bilir ki, təkcə Ağdamda deyil, bütün başqa azad edilmiş ərazilərdə geniş miqyaslı quruculuq işləri gedir, böyük qayıdış proqramı uğurla icra edilir. Ağdam rayonunda isə artıq bir neçə önəmli infrastruktur obyekti, mədəni obyekt istismara verilmişdir. Açarların təqdim edilmə mərasiminə başlayaq. Dəvət olunur Qurbanova Tamam Həsən qızı. Çox sağ olun müəllim. Sizə uzun ömür arzulayıram. Balalarınız xoşbəxt olsun. O balaca Heydər sizə həmişə dayaq olsun. Balaca Heydər artıq böyük. Ay Allah! Siz dediniz, çox xoşbəxt olsunlar. Balalarınız xoşbəxt olsun. O cümlədə 2 uşağı var. Allah! Siz baxıyla olmalısınız. Siz yerdə şəxsiyyətsiniz. Siz Azərbaycanı bütün dünyada tanıdırsınız. Siz o Polad yumruğunuzla siz elə cəsarətli, elə komandanlıq edirdiniz ki, siz həyatda heç vaxt udulmazsınız. Siz xeyir çıxartmalısınız. O da sizlə. Yaradırsınız, xalqı yaşadırsınız, xalqa çörək verirsiniz. Bunlar hamısı sizin qanınızda var. Sizdə var. Sağ olun. Mənzillərin açarları yeni dizaynda Ağdam şəhəri bina 37, mərtəbə 5, mənzili 4. Sizin də təbrik edirik. Xoş hisslər keçirirəm. Bu günü bizə yaşadan başda şəhidlərimiz olmaqla Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazi qardaşlarıma can sağlığı versin, veteran qardaşlarımızı qorusun, Allah müzəffər ailə başqanunlarımızı qorusun. Hansı istiqamətlərdə döyüşmüsünüz? Talışşat, Sıqovşan, Murovdağ, Ağdərə, Kəlbəzər və Zəngəzur istiqamətlərində döyüşmüşəm. Son olaraq da 2022 10 sentyabrda qisas əməliyyatında Kəlbəzər rayon ərazisində yaralanmışam. 32 il həsrətdən sonra bu günləri bizim belə deyək də müqəddəs Məkkəmiz olan, Kərbəlamız olan, Məşhədəmiz olan gözəl Ağdamımıza gəlmişik. O qədər Allaha şükür eləmişik. Allah dövlətimizin bayrağını həmişə uca eləsin. Amin. Allah Azərbaycanımızı var eləsin. Bu yerdə qalan nə qədər bizim köçkünlər var, onlar da qayıtsınlar, gəlsinlər yerlərinə, yurtlarına. Nənə, təbrik edirik sizi. Çox sağ ol, başımı dönüm qadın oldu. Sağ ol. Sizi tanımadım, elə hamısını bir yavaş-yavaş tanıyıram. Hər gecələr mən yuxuda görürdüm ki, torpağımızı alınıb, çelib, deyir, haqq nazilər üzülməz. Bizim ki, o arzumuz gerçəkləşdi. Cənab Prezidentimizin özünün əziyyətinə görə, şəhidlərimizin qanına görə, ondan sonra qazilərimizin köməyinə çox şükür, o qədər razıyam Allahıma. Bugünkü günü bizə yaşadan bütün şəhidlərimizə, başda mənim də oğlum olmaq şərti ilə, hamısının sayəsində. Baxmısınız özünüz? Yox, hələ baxmamışam. Gəlin, birlikdə baxalım. Hüseynova Əfruz, Naib qızı. 36-cı bina, 3-cü mərtəbə.